İsrail raket zərbələrini davam elətdirib və Həmasın yerləşdiyi əraziyə, bütövlükdə Qəzza ərazisini bombalayıb. Bunu da onunla əlaqələndirib ki, atəşkəs razılaşmasının tələblərinə əməl etmir, yaxud etmək istəmir və girovların hamısını hələ də qaytarmayıb. Bu təbiidir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın sülh yaratmaq cəhdlərinə və tarixə sülhpərvər, sülh yaradan prezident kimi düşmək istəyinə ciddi zərbədir. Çünki and içmə mərasimində bu faktı xüsusi vurğulamışdı və hamının nəzərinə çatdırmışdı ki, həmin dövrdə prezident Biden olsa da atəşkəs razılaşmasını Biden yox, Trump əldə edib. Və Biden də məcbur eləmişdi ki, ayaq üstə alqışlasın Trump'a. İndi ayaq üstə alqışlanan o atəşkəs pozulub və burada tərəflər bir-birini günahlandırırlar. Təbiidir ki, Trump bu məsələyə kəskin reaksiya verəcək. Buna şübhə yoxdur. Və çox güman ki, İsrailin tərəfini tutacaq və onun mövqeyindən çıxış eləyərək Həmasdan tələb eləyəcək ki, girovların hamısı azad olunsun. Və güman edirəm ki, Həmas da bu məsələdə ziddiyyətə getmir. Çünki Trump'ın xarakteri hamıya məlumdur və onun danışıqları aparmaq sayəsində bacarığı nə qədər yüksək qiymətləndirilsə də, kəskin addımlar atmaq qabiliyyəti daha yüksəkdir. Bəzən hətta avanturiyada gedə biləcək prezidentdir. Güman edirəm ki, bu atəşkəsin pozulması uzun sürməyəcək və hər iki tərəf vəziyyəti düzəltmək üçün əllərindən gələni eləyəcəklər. Əks halda yaxın şərqdə vəziyyət çox kəskinləşə bilər və artıq Həmasa qarşı müharibədə İsrail daha ciddi müttəfiq qazana bilər. Bu da Həmasa yaxşı heç nə vəd eləmir.